Hər vaxtınız xeyir olsun Empati TV-nin dəyərli izləyiciləri. Cəmiyyətin nəbzini bu gün mən Şuşa xanımın təqdimatında izləyirsiniz. Çox uzatmadan qonağımı sizlərə təqdim edib söhbətimə başlamaq istəyirəm. Qonağım isə psixoterapevt Dilbər Bəhmənlidir. Xoş gördük Dilbər xanım. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Hər birinizi salamlayıram. Dilbər xanım, ümumiyyətlə bu gün danışacağımız mövzu cəmiyyət tərəfindən sizcə necə qəbul olunacaq, necə geri dönüşlər alacaqsınız, nə düşünürsüz bu haqqda? Düşünürəm ki, cəmiyyətin bəzi kütləsi tərəfindən tənqid olunacaq. Çünki bəzi mövzular var ki, cəmiyyət hələ buna hazır deyil və yaxud da nə qədər psixoloq belə olsaq, bəzən özümüz belə açıq şəkildə müzakirə eləyə bilmirik. Çünki tənqid olunmaqdan qorxuruq və yaxud da cəsarət etmirik. Amma bu mövzularda danışmaq lazımdır ki, insanlar da maariflənsinlər. Dilbər xanım, ümumiyyətlə mən bu mövzunu seçəndə açığı içimdə çox böyük bir qorxu yarandı. Amma çox keçmədən də istəyirəm ki, mövzuya daxil olaq. Sizcə insanın cinsi kimliyi necə yetişir? O insan ümumiyyətlə necə yetişir? Bioloji olaraqmı, genetik olaraqmı, yoxsa cəmiyyət tərəfindən mi yetişir? Əslində bununla bağlı konkret elmi sübutlar yoxdur və müxtəlif nəzəriyyələr mövcuddur. Amma mən ən çox inandığımdan danışmaq istəyirəm ki, cinsi kimlik burada bir neçə anlayış var ki, yəni ümumiyyətlə cinsi kimliyin tərkibində müxtəlif orientasiya məsələləri dayanır ki, orientasiyadan asılı olaraq dəyişə bilir və düşünürəm ki, daha çox sosial faktorlarla bağlı ola bilir və yaxud da hər hansısa bir travmalara bağlı olaraq yarana bilir, hansı ki, uşaq yaşından formalaşa bilir. Məsələn, əksər homoseksuallarda mən taciz və yaxud da təcavüz travmalarının mövcud olduğunu şahid oluram və adətən həmin insanları görəndə də o sualı verməyə çalışıram. Nəyə görə? Çünki həm psixoloq olaraq mənim özümə maraqlıdır bu mövzunun səbəbi, yəni nəyə görə insanlarda bu tip hallar baş verir? Biz insanları tənqid etməzdən əvvəl həmin hadisənin köklərini, səbəblərini araşdırmalıyıq. Çünki mən psixoloq olaraq vəzifəm insanları tənqid etmək deyil. Bunu hər hansısa bir digər insan da edə bilər. Mən psixoloq olaraq əsas vəzifəm insanları dinləmək və anlamaqdan keçir və hər hansısa bir hadisəni anlamağın da ilk meyarı məncə səbəbi anlamaqdır. Çünki adi biz hər hansısa bir psixoloji problemləri belə təhlil edərkən əsasən səbəblərə köklənirik. Düşünmürük ki, misal üçün, filan hadisə oldu, mən onu qınayım. Yəni, mənim yanıma insanlar qınanılmaq üçün gəlmir, anlaşılmaq üçün gəlir, dinlənilmək üçün gəlir. Ona görə də səbəb mənim üçün çox önəmli faktorlardır və belə кейslərlə çox rastlaşmışam ki, həqiqətən də onlarda təcavüz, taciz travmaları olubdur və ya öz cinslərinə meylləniblər həmin hadisədən sonra, məsələn, öz cinslərindən o şeyi yaşadıkları üçün, yəni öz cinsi tərəfindən taciz, təcavüz olunduqları üçün öz cinsinə meylləniblər və yaxud da əks cins tərəfindən bu hadisəni yaşadıkları üçün əks cinsə qarşı hər hansısa bir cinsi marağın olmaması halları ilə, yəni belə deyək də, o öz cinsinə qarşı artıq yönəlməyə başlayır. Çünki əks cinsə ikrah, nifrət hissi yaranmağa başlayır və həmin bədəndən zövq almamağa başlayırlar. Sanki özündən asılı olmayaraq bu hadisə baş verir, düzdürmü? Bəli, hətta bəzən mən bu fikirləri səsləndirəndə onların özləri də bu fikri qəbul etmirlər. Lakin belə hallar da ola bilər ki, o dönəmdə cinsi yetişkənlik dövrü olduğu üçün və deyək ki, oğlanlar öz aralarında bu təcrübəni yaşamaq istəyirlər və bir xanımla açıq şəkildə yaşaya bilmirlər. Burada artıq bizim mental dəyərlərimiz, dini dəyərlərimiz və s. buna imkan vermədiyi üçün belə keyslərin də şahidi oluruq ki, öz cinslər arasında bu təcrübə yaşanır və bu da təbii ki, orientasiya problemlərinə gətirib çıxara bilir. Bunu da vurğulamaq istəyirəm mövzuya tam başlamamışdan əvvəl ki, bu hər hansısa bir pozuntu hesab edilmir. Hətta yəni uzun illər öncə DSM-dən də, XBT-dən də çıxarılıbdır. Bu bir pozuntu deyil, bu bir seçim halı kimi xəstəliklərin beynəlxalq təsnifatında və DSM-də qeyd olunur. Və 1973-cü ildə DSM-dən, 1990-cı ildə isə XBT-dən artıq bu çıxarılıbdır.
bəzi belə deyək, problemlər kimi təsnif oluna bilər o halda ki, məsələn, gender disforiya deyilən bir anlayış var ki, bu cinsi kimliyi qəbul etməmək onun özünü narahat edir və bu hər hansısa bir narahatlıq halına gəlib çıxırsa, artıq psixoloji problem kimi təsnif edilə bilər. Lakin sırf orientasiyanın özü isə hər hansısa bir pozuntu halı hesab edilmir. Dilbər xanım, çox gözəl bir mövzuya toxundunuz ki, LGBT üzvləri bu nifrətdən şikayət edirlər də, sanki özləri də istəmədən bir insana nifrət edirlər. Bunu necə açıqlayarsınız? Sizin yanınıza gələn LGBT üzvləri şikayətlə gəlirində hər nə ilənsə gəlirlər. Ən çox qarşılaşdığınız problem tam olaraq nədir? Bunu yenə iki cür təsnif eləyəcəm və belə izah eləyə bilərəm ki, məsələn, deyək ki, bir xanımdır, ümumi кейslər üzərindən gedəcəm, konkret keys barədə danışmaq istəmirəm, etik olmaz. Məsələn, ümumi keyslərdə adətən bununla rastlaşmışam ki, yanıma gələn LGBT xanımlarda bəy tərəfindən uşaq vaxtı təcavüz olunur, ailə bunu qəbul eləmir, yox sənin əmin oğlu bunu eləməz, dayın oğlu bunu eləməz və s. və yaxud da ki, yəqin sən nəsə qaş-göz eləmsən, onu yoldan çıxarmısan və artıq burada həm əks cinsə qarşı nifrət formalaşdı, eyni zamanda öz cinsinə qarşı nifrət formalaşdı. Yəni bir xanım kimi vaginadan imtina artıq burada öz cinsi kimliyini qəbul etməməyə gətirib çıxarır ki, burada gender disforiya halları ola bilər, hətta belə deyək, öz cinsi kimliyini qəbul etməmə halları ola bilər. Amma bu o demək deyil ki, həmin şəxslərdə yəni orientasiya problemi olacaq, olmaya da bilər. Və bəzi şəxslər misal üçün müxtəlif cinslərlə hər hansısa bir belə deyək, münasibət qurmağa çalışırlar. Amma kökündə yenə də düşünürəm ki, məsələn, bunu biseksuallıq olaraq adlandırırlardı. Amma mən biseksuallıq deyilən bir şeyin varlığına da inanmıram əslində. Çünki əslində biseksuallıq mənə görə, bu mənim fikrimdir, bunu da qeyd edim ki, sadəcə öz kimliyini, cinsi kimliyini qəbul etməyən və başqalarına da qəbul etdirməyə çalışan insandır. Yəni əslində öz orientasiyasının fərqli olduğunu başqalarına qəbul elətdirməyə çalışır. Və həmin insanlar ailə də qura bilərlər, övlad sahibi də ola bilərlər. Məsələn, biz daha çox deyək ki, Dilbər xanım, yəni düz deyirsiniz, кейslərə də çox qarşılaşırıq. Mən ümumiyyətlə ətrafdan da eşidirəm bunu. Məsələn, qız olur, oğlanlardan da xoşu gəlir, qızlardan da xoşu gəlir, lakin evlənəndə bir kişi ilə evlənir təbii ki və yanında da başqa bir xanımdan xoşu gələ bilir. Vurğuladınız ki, əks cinsdən bir zorakılığa məruz qalan insan ola bilər, təcavüzə məruz qala bilər. Bəs heçmi eyni cinsin bir-birinə təcavüz və yaxud da zorakılıq etdiyini görmürük? Görürük təbii ki, xüsusən oğlanlar arasında olur bu və burada niyə görə məsələn öz cinsinə yönəlir? Bu barədə danışmaq istəyirəm. İnsan bilmədən həmin prosesdən zövq ala bilər. Yəni burada şuurlu şəkildə baş vermir. Beyin dopamin ifraz edir, deyək ki, həmin prosesdən zövq alır. Yəni insan mükafat kimi qəbul eləyir də həmin o cinsi prosesi və uşaq yaşında belə olsa, artıq orada orientasiya problemi yarana bilər. O halda ki, zövq aldı həmin prosesdən və tabe olan tərəfi seçdi. Və bu orientasiya problemlərini sonra gətirib çıxarır. Lakin dediyim kimi, əgər zövq almırsa, burada artıq öz cinsinə deyil, əks cinsinə maraq qala bilər. Məsələ burada insanın özünün hansı pozisiyada olmasıdır. Yəni zövq dediyim burada elə bir yaş olar ki, uşaq yaşında olar, heç fərqində belə olmaz. Yəni mənim zövq adlandırdığım hər hansısa bir cinsi zövqdən söhbət getmir. Biz bildiyimiz kimi dopamin zövq mənbəyidir. Yəni beyində hər hansısa bir prosesdən zövq alanda dopamin ifraz olunur və bu bir neyrotransmitterdir. İnsan bir yeməkdən də dopamin ifraz eləyə bilər və yaxud da hər hansısa bir prosesdə də ola bilər. Cinsi ən çox əslində elə cinsi akt zamanı dopamin ifraz olunur, asılılıqlar zamanı çox olur, hər hansısa bir belə deyək, narkotik istifadəsi, alkoqol istifadəsi, siqaret və s.
həmin proseslərdə asıllıq yaranır. Çünki beyin dopamin ifraz edir və o həzzi yenidən yaşamaq istəyir insan. Ona görə burada da yenə o prosesi yaşadığı üçün yenidən yaşamaq istəyir. Yəni bu əslində bir növ həm də beynin oyununa çevrilir. Bəs necə mübarizə apara bilər insanlar bununla? Düşünürəm ki, mübarizə hər hansısa bir problemdə olur və illər öncə bu xəstəliklərin beynəlxalq təsnifatından da, DSM-dən də çıxarılıb. Yəni bu cəmiyyət tərəfindən artıq bütün dünyada hər hansısa bir problem kimi görülmür. Yəni mübarizə aparılmalı şey insanın öz cinsi kimliyini qəbul etməsidir. Onu dəyişdirməyə çalışması deyil. Çünki bayaq da qeyd etdiyim kimi bu insanlar ailə qururlar və nə qədər insan, nə qədər misal üçün xanım öz həyat yoldaşının başqa bir insandan, başqa bir kişi ilə keçmişdə münasibət olduğunu qəbul edər və yaxud da Hətta münasibətin içində də olur belə şeylər. Hətta davam eləyir bu, illərlə evli ola-ola bu davam eləyir. Yəni məncə insanlar bu rolu kimi üçün oynayırlar. Yəni gərək yoxdur. İnsan birinci növbədə özünü qəbul etməyi bacarmalıdır və mən düşünürəm ki, elə ən böyük homofob homoseksualların özüdür. Orientasiya problemi yaşayan şəxslərin özüdür. Çünki onlar özlərini qəbul etmirlər. Məsələn, bir kişiyə kişi deyəndə onun xətrinə dəymir ya da bir xanıma xanım deyəndə onun xətrinə dəymir. Çünki bu onların cinsi kimliyidir. Eyni zamanda bu da onların cinsi kimliyidir. Yəni birinci növbədə insan özü o stereotipləri aşmalıdır ki, cəmiyyət tərəfindən də qəbul edilsin. İnsan özünü qəbul etmirsə, cəmiyyət onu necə qəbul etsin? Dilbər xanım, biz yanaşmalardan danışdıq. Mən istəyirəm ki, LGBT-nin xüsusi bir bölməsi homoseksuallıqdır. Buna keçmişdə necə yanaşırlar, indi necə yanaşırlar? Bunu bizim üçün bir müqayisəli şəkildə versəniz çox sevinərəm. Keçmişdə bunu pozuntu halı hesab edirdilər. Məsələn, adicə tatu olan şəxsləri belə problemli hesab edirdilər. Hər hansısa bir pozuntudan əziyyət çəkdiyini düşünürdülər. Lakin zaman keçdikcə bəzi şeylər artıq normallaşmağa başlayır. Nəyə görə normallaşmaqdan danışıram? Çünki məsələn, anomaliya halını götürək. Hər hansısa bir pozuntuda anomaliya və normallıq halı var ki, anomaliya o halda hesab olunur ki, yəni müxtəlif kriteriyalar var təbii ki anomaliyanın, amma kriteriyalardan biri də nadir görülənlikdir. Yəni bir şey nə qədər azdırsa, o pozuntu halı hesab oluna bilər, o anomaliya halı hesab oluna bilər. Lakin bir şey çoxaldıqca artıq o normallaşmağa başlayır, göz öyrəşməyə başlayır, cəmiyyət tərəfindən qəbul edilməyə başlayır. Yəni düşünün ki, bir cəmiyyətə düşmüşük, orada hər kəs çılpaqdır və biz geyimli şəkildə ora gedirik və bizə qəribə baxacaqlar ki, kimdir bu? Bunlar yəqin ki, anormaldır, düzdür? Yəni qəribə şəkildə yanaşacaqlar. Başqa yerdən gəlib bizim qanunlarımızı bilmir. Eynən bizim qanunları bilmirlər, yəqin ki, başqa bir varlıqdılar və s. qəribə şəkildə yanaşacaqlar və yenə belə bir cəmiyyət düşünək ki, orada hər kəs LGBT üzvüdür və artıq bizə qəribə baxacaqlar ki, bunlar neyinir, necə olur ki, əksinsə necə xoşu gələ bilər. Yəni sözümü nəyə gətirirəm? Bir şeyin çox olması bir müddət sonra insanların gözündə onu adiləşdirməyə başlayır. Təbii ki, burada düşünmürəm ki, buna görə çıxarıblar xəstəliklərin təsnifatından və yaxud da DSM-dən. Biraz da stereotipləri qırmaq adına çox güman ki, bu çıxarılıbdır və yenə də anomaliya vəziyyəti hesab olunmur. Çünki həmin kriteriyalara artıq uyan bir problem hesab olunmur və zaman keçdikcə artıq dəyişməyə başlayır. Necə ki, tatu vurduran hər hansısa bir psixopozuntulu şəxs hesab edilmirsə artıq, eyni zamanda da bu da artıq belə hal hesab edilmir. Bəli, bu eyni zamanda əvvəllər xanımlar şalvar geyinəndə də qəribə qarşılanırdısa, indi qarşılanmır. Bu da eyni zamanda stereotipdir. Və mən buradan maraqlı bir məsələyə keçid etmək istəyirəm. Bilirsiniz, Azərbaycanda LGBT üzvlərinin ailələri çox əziyyət çəkirlər bunu qəbul etməkdə. Bəs buna yanaşmanız necədir? Tam olaraq ailələr necə qarşılamalıdırlar uşaqlarını? Birinci növbədə valideynləri xəbərdar etmək istəyirəm. Çünki biz bilirik ki, cinsi kimlik yeniyetməlik yaşında formalaşır. Lakin mən öz pasiyentlərimdə də yenə ümumi qeyd edəcəm ki, heç yeniyetmə yaşı olmayan qızların, oğlanların təcavüz, taciz olunduğunu və bundan sonra öz cinsinə meyl duyduğunun şahidi olmuşam və təəssüf ki, bu da uzaqda deyil. Öz qohumları, öz dayısı, əmisi,
dayısı oğlu, əmisi oğlu, qonşusu, hətta atası, bəli, biraz çox acı gələcək, amma Və çox ağır bir prosesdir. ağır proses də olsa bu halların şahidi olmuşam. Belə кейslərim olub. Yəni birinci növbədə analara üst tutmaq istəyirəm. Yəni əgər övladınızda belə bir problemlərin olmasını istəmirsinizsə və bunu hər hansısa bir problem olaraq görürsünüzsə, onu heç kimə etibar etməyin. Çünki öz cinsi belə olsa, məsəl üçün xanımdır, qızın yanında qoyur, oğlanın yanında etibar etmir. Çünki belə bir təfəkkürdə böyümüşük ki, oğlana etibar etmək olmaz. Düşünürəm ki, burada yenə də öz cinsinin yanında qoyanda belə ehtiyatlı olsunlar. Çünki bu cür zərbənin hardan gələcəyi məlum deyil. Hətta maraqlısı budur ki, biz bağçaları, məktəbləri də bir qorunma yeri kimi görürük, lakin orada da olur belə hadisələr və bunun qarşısına necə keçmək olar? Təəssüf ki, və düşünürəm ki, çox çətin bir mövzudur. Yəni bu artıq valideynin də yenə nəzarətindən çıxa biləcək bir mövzudur. Dediyim kimi, yəni belə кейslərlə çox qarşılaşmışam, amma adətən mən şəxsən qohumlar arasında daha çox eşitmişəm bu tip keysləri və uşaq yaşında bunu yaşayıb, orientasiyası dəyişib, yeniyetməlikdə olanlar da adətən dediyim kimi maraq əhatəsində olur. Məsələn, öz cinslərindən sırf hər hansısa bir cinsi fantaziya yaşamaq adına yaşayırlar. Yəni birinci növbədə əgər qınayırsınızsa və qəbul etmirsinizsə bu problemi, özümüzə baxaq. Yəni biz nə qədər övladlarımızı qoruya bilən valideyn olmuşuq. Birinci növbədə öz səhvimizi qəbul edək ki, sonra qarşımızdakı Nə qədər insanda maarifləndirə bilmişik uşaqları bədənləri haqqında. Bəli, cinsi maarifləndirmə azdır. İnsanlar öz bədənlərini, sərhədlərini bilmirlər. Məsələn, uşaqlara öz cinsi sərhədləri ilə bağlı hər hansısa bir maarifləndirilmə aparılmır. Hansı yollarla edə bilərlər bunu? Artıq cinsi yetişkənlik dövründə, ümumiyyətlə uşaqlıqdan hətta deyərdim ki, nənəsi də olsa, babası da olsa sənə toxuna biləcəyin yerlər var, toxuna bilməyəcəklər yer var barədə məlumatlı olmalıdır. Uşağa bunu uşaqlıqdan aşılamaq lazımdır ki, səni istəmədən heç kim naməhrəm yerlərindən öpə bilməz. Heç üzündən də, yəni icazə alınmalıdır və uşaqda artıq şəxsi sərhədlərə qarşı hörmət formalaşacaq, öz bədəninə hörmət formalaşacaq, insanların şəxsi sərhədlərinə qarşı hörmət formalaşacaq və bundan sonra təbii ki, bu uşağa heç kim icazəsiz şəkildə heç bir şey edə bilməz. Bir video var idi, xatırlayırsınızsa, Molla idi, səhv etmirəmsə, balaca qız uşağıyla nəsə bir hərəkət eləyirdi, taciz eləyirdi və kommentlərdə yəqin qız uşağı da meyillidir falan kimi kommentlər var idi. Lakin o qız uşağı onun normal olduğunu düşünür. Çünki gördüyü hərəkətdə onun hələ dərk eləyə biləcəyi onun yaş üçün o şirin bir babadır. Bəli, onun üçün şirin bir babadır və düşünür ki, babamdır da, yəni babam mənə nə edirsə düz eləyir. Onun fərqində belə deyil ki, onun elədiyi şey nədir. Məsələn, bir cümləni istifadə edəcəm. Bir xanım demişdi ki, mənim atamdır da. Yəni atam mənə səhv etməz. Yəni belə şeylər var. Ona görə Çünki bizdə valideynləri həddindən çox müqəddəsləşdirdikləri üçün biz elə düşünürük ki, valideyn heç vaxt səhv etmir. Böyüklərin heç vaxt bu həyatda səhvi olmur. Yaxşı, biz deyə bilərik ki, indi əmidir, xaladır, bibidir. Bunlar nisbətən daha ikinci plandadırlar. Bəs bu birinci planda olan valideyn niyə bunu edir? Niyə ata bunu edir? Niyə ana bunu edir? Bunun problemi nədir bəs? Biz qurban psixologiyasından danışırıq, lakin belə deyək də, pis tərəfə baxmırıq. O pis insandakı problem nədir? Əslində burada artıq pedofiliya mövzusuna girir. Və pedofiliya mövzusu ilə bağlı düzü kesim olmayıb. Yəni bu tip belə deyək də yanıma gələn hər hansısa bir pedofil olmayıbdı. Onun qurbanları bəli olubdu, amma sırf həmin şəxsin özündən ünsiyyətdə olmamışam. Lakin mən elmi araşdırmalar barədə danışmaq istəyirəm bu barədə. Məsələn, belə bir keys oxumuşdum ki, şəxs özü pedofildir və uşaq vaxtı özü taciz olunur. Məsələn, bir bəydir, xanım tərəfindən taciz olunub və yetkin qadın bədəni artıq ona çəkici gəlmir. Çünki özü həmin yaşda qalıb. Cinsi kimlik olaraq və o yaşda artıq zövq ala bilir. Ondan böyüklərlə artıq əlaqə qura bilmir. Çünki onun da bir travması var. Təbii ki, bu biraz
belə deyək, qəbul edilməz Təbii ki. кейsdir, vakadır, heç bir şəkildə haqq qazandırıla bilməyəcək bir vakadır, amma belə keyslərdə təəssüf ki, olur. Heç mən düşünmürəm də ki, o pedofillər gəlib sizdən bir belə deyək də kömək alsınlar. Çox vaxt onlar onu etmək istəmir. Çünki sanki fərqində deyillər. Çünki bunun normal olduğunu düşünürlər. Və həmin insanlar ümumiyyətlə zorakılığa belə deyək, normal baxırlar. Hətta təhdid eləyirlər həmin şəxslər ki, desən ailənə filan şey eləyəcəm, nə bilim, qardaşını eləyəcəm, bacını da eləyəcəm, ananı da eləyəcəm və o uşaq ağlından uşaqlar kömək istəyə bilmirlər. O balaca çiyinlərində o böyük yükü daşımağa belə deyək başlayırlar ki, bu da uzun illər çəkir və təbii ki, o uşaq böyüyür və artıq bunu demək qərarına gələndə gec olur. Mən pedofiliya mövzusundan biraz uzaqlaşıb təzədən LGBT mövzusuna qayıtmaq istəyirəm, çünki mövzumuz daha çox budur. Təbii ki, bir müddətdən sonra da mən istəyirəm ki, sizdən pedofiliya mövzusunda da danışaq. Buna da bir başqa bir verilişi istəyərdim, yönləndirərik bunda da. Bəs bu fərdlər hansı təzyiqlərə məruz qalır və onunla necə mübarizə aparmalıdırlar? Tam olaraq bu mövzuda danışmaq istəyirəm. Cəmiyyət onların əks cinsə yönəlməsini istəyirlər. Məsələn, bir xanım da deyək ki, lesbiyandır, onların ərə getməsini istəyirlər. Ərə getmək ifadəsini də sevmirəm əslində, amma cəmiyyət dilində desək və yaxud da bir bəydir, evlənməsini istəyirlər. Lakin baxın, burada yenə də maskalanmış bir cinsi kimlik var. Və təbii ki, o insanların orientasiyası dəyişməyəcək. Nə ərə getdikləri üçün o xanım öz belə deyək məhəbbətindən əl çəkməyəcək, nə də o bəy ailə qurduğu üçün öz xanımına sadiq qalmayacaq və o kişilərlə münasibətə girməyi dayandırmayacaq. Və cəmiyyətin əslində onlardan istədiyi başqa bir tələb var. Və təbii ki, bu artıq bir növ aktyorluğa, aktrisalığa çevrilir. Yəni bu onların real kimliyi deyil. Kim istəyər ki, həyat yoldaşı başqa öz cinsindən belə deyək, münasibətdə davam eləsin. Cəmiyyət niyə bu insanı belə bir şeyə vadar edir? Niyə başqa bir insanın bədbəxtliyinə səbəb olur? Yəni sual budur. Niyə misal üçün kimisə həyat yoldaşı sırf cəmiyyətə görə belə deyək də onun yanında xanımını sevirmiş rolunu oynayıb əslində gedib kişilərlə öz cinsi münasibətini davam elətdirsin. Yəni Dilbər xanım, sualı veririk, amma bunun cavabı nədir? Önəmli olan burada bizim cavab tapmağımızdır, özünüz bilirsiniz. Sizcə nədir, yəni nə istəyirik tam olaraq? Onda onlar getsinlər, evlənsinlər, kişi ilə, qadın qadınla. Necədir? Bunun həlli nədir tam olaraq? Bunun həlli valideynlərdədir birinci növbədə. Valideynlər öz övladlarını qorumağı bacarsalar və bu tip hallar yaşanmasa, təbii ki, buna da gəlib çıxmaz. Bu vəziyyətə gəlib çıxmaz. Amma bu vəziyyətə əgər gəlib çıxırsa, burada əsas məsələ bizim nə istədiyimiz olmamalıdır. O şəxsin özünün nə istədiyi olmalıdır. Çünki yenə deyirəm, bədbəxt bir cəmiyyətə çevrilir əslində bu. Çünki məsələn belə bir yenə keys üzərindən danışacağam. Sırf cəmiyyət baskısı, ailə baskısı üzərindən xanım öz gey qohumundan evləndirilib. Təbii ki, xanım bunun gey olduğunu bilmir. İllər sonra öyrənir. Hətta boşandıqdan sonra öyrənir. İllərlə aralarında heç bir şey olmur. Çünki təbii ki, o xanıma qarşı heç bir cinsi meyil duymur. Adam var, məcburi sürətdə də olsa ən azından özünü məcbur eləyir. Uşaqları olsun deyə və s. nəsə bir belə deyək, münasibət yaşayırlar və yaxud da cəmiyyət uğruna rol oynayırlar. Amma o xanımın həyat yoldaşı ümumiyyətlə belə deyək, aralarında heç bir şey olmamışdı. Və xanıma da əziyyət eləyirlər, boşanmağa da icazə vermirlər. Və düşünün, belə bir xanımın yerində kim olmaq istəyərdi? İndi həqiqətən cəmiyyət Hətta cəmiyyət günahlandırır, yenə gəlib qadını günahlandırırlar ki, sənin günahın idi, sənin həyat yoldaşın sənə yaxın durmur, çünki sən beləsən. Bəli, təbii ki, o üç nöqtələr axıra qədər uzanır. Hər zaman da niyəsə qadından başlayır. Bəs bu LGBT-nin onda kökündə deyə bilərikmi ki, cəmiyyətin qadına nifrəti durur? Bəli, mən belə adlandırardım. Çünki biraz daha açıq danışsam mövzunu, bilirsiniz ki, homoseksuallıqda iki tərəf olur və iki tərəfi qadın tərəfi adlandırılır. Pasiv və aktiv olaraq, bəli. Bəli, yəni burada heç kim kişi tərəfi qınamır, çünki o
içimizdədir. Belə deyək də, onlar evlidirlər, onların uşaqları var və onların belə deyək, gözəl bir həyatları var və heç kim tərəfindən qınanılmır və biz onu tanımırıq da. Qadın tərəfi, yəni ona tabe olan tərəf adlandıracağam. Onu isə biz aşağı görürük. Bir növ burada bilirsiniz nəyə bənzəyir? Məsələn, kişi kimi qadın deyəndə biz ondan fəxr eləyirik ki, kişi xüsusiyyətlərinə malikdir, mərddir, cömərddir, belə güclüdür, əlindən hər iş gəlir. Elə bil ki, mərdlik ancaq kişi üçün yaradılıb, Bəli, qadın yəni üçün. belə bir anlayış formalaşır. Amma qız kimi oğlan deyəndə artıq biz onu aşağı görməyə başlayırıq və bunu bir təhqir olaraq istifadə eləyirik. Yəni burada artıq alt şuurda qadına qarşı bir nifrət var eyni zamanda. Biz onu təhqir olaraq istifadə edirik. Məsəl üçün kör sözünü götürək. Kör sözü əslində belə deyək, fiziki qüsurla bağlıdır. Görmə məhdudiyyətli şəxsi ifadə edir, amma biz onu əgər təhqir olaraq istifadə ediriksə, normal gözü görən bir insan üçün körsən belə bir ifadə olaraq işlədirik və təbii ki, burada eyni mənaya gəlib çıxır. Artıq bizdən asılı olmayan səbəblərdən sanki belə inteqrasiya edilmiş fikirlər var bizdə, düzdürmü? Yəni buna əslində burada düşünürəm ki, qadınlarda daha çoxdur, kişilərdə daha çoxdur onlara qarşı mənfi münasibət. Çünki qəbul eləyə bilmirlər ki, yəni özlərindən olan necə özləri kimi davranır. maraqlı yanaşmadır çox. Onda son olaraq belə bir sual verəcəm. Bu sualı yazanda çox fikirləşmişdim. Bizdə belə bir fikir formalaşıb, cəmiyyətdən danışıram da. Çünki mən burada cəmiyyətin bir fərdi kimi eyni zamanda aparıcı olaraq sizin qarşınızda əyləşmişəm ki, cəmiyyətin fikirlərini sizə səsləndirim. Deyirlər ki, güclü təbliğat gedir. Sosial şəbəkədə, TikTokda, Instagramda sanki yeylərin hamısı sıraya düzülüb, homoseksualların hamısı sıradadır ki, cəmiyyətin tərbiyə və əxlaq normalarını pozsunlar. Vəlizar, baboş, hər əlinə mikrofon alan, hər danışan bu insanlardan danışır ki, bu adamlar bizim əxlaqımızı korlayır. Siz necə yanaşırsınız bəs bu mövzuya? Ümumiyyətlə, yenə elmi cəhətdən yanaşmaq istəyirəm və bir psixoloq kimi, yəni bir dilbər olaraq fikirlərimi səsləndirmək üçün burada deyiləm. Təbii ki, dilbərin fikri fərqli ola bilər. Mən burada psixoloqam və mütəxəssis kimi fikirlərimi bildirmək istəyirəm ki, orientasiya kiməsə baxmaqla formalaşmır. Yəni mən bir lezbiyana baxaraq lezbiyan ola bilmərəm və yaxud da mən bir geyə baxaraq gey ola bilmərəm. Çünki bu mənim cinsi kimliyim deyil. Və həmin o fikri səsləndirən insanlardan da yenə soruşmaq istəyirəm. Bir bəydir deyək ki, digər bir bəyə baxaraq, gey bir bəyə baxaraq gey olacaqlarmı? Olmayacaqlar. İndi burada deyəcəksiniz ki, məsələn, uşaqlar uşaqlarda olur. Məsəl üçün onlara təsir eləyə bilər. Xeyr, orientasiya baxaraq formalaşan bir şey deyil. Yəni burada hər hansısa bir təbliğat ola bilər insanların normallaşdırılması adına, bəlkə hər hansısa bir qurumlar tərəfindən həqiqətən də belə deyək də sırf bu mövzuya normal baxsın deyə. Dəstəklənmiş ola bilərlər və yaxud da sırf bu məqsədlə kimlərisə önə çəkmiş ola bilərlər. İşin bu tərəfində deyiləm təbii ki, mən burada psixoloji yanaşmadan danışacağam. Transfetişizm və transvestizm tamam fərqli anlayışlardır. Transfetişizm sadəcə qadın geyinməkdən cinsi zövq alan şəxsdən söhbət edir. Yəni belə olmadan, o geyimləri geyinmədən, qarşı tərəfin geyimlərini belə deyək geyinmədən ereksiya yaşaya bilmirlər o şəxslər. Bu hər hansısa bir homoseksuallıqdan söhbət getmir, yəni bu prosesdə. Bu sadəcə o insanın belə deyək də bir növ fetişi kimi bir şeydir hardasa. Hər insanda ola bilər də bu deyirsiniz. Bəli, yəni hər qadın paltarın geyinən şəxs o demək deyil ki, transgender şəxsdir. Və yaxud da hər kişi geyimi geyinən şəxs də o demək deyil ki, o belə deyək lezbiyandır və yaxud da transseksualizmdən əziyyət çəkir. Sadəcə xoşuna gəlir. Yəni bəli, bu seçim kimi də ola bilər. Bununla bağlı da maarifləndirmək istəyirəm insanlar ki, belə şəxslər görəndə ilaki o barədə düşünməsinlər, ağıllarına bu gəlməsin və yeniyetmələrimiz də əslində, uşaqlarımız da bununla bağlı maariflənməlidir ki, özlərinin belə deyək əks cinsin geyimlərinə qarşı maraq duyanda düşünməsin ki, mən homoseksualam mı görəsən və
və yaxud da ki, öz kimliyini qəbul etməyən insanlar var. Məsələn, bunu da qeyd edim ki, yəni o demək deyil ki, o şəxs öz cinsinə qarşı cinsi meyl duyacaq. Bu da ayrı bir mövzudur. Yəni insan ola bilər ki, öz cinsi kimliyini qəbul etmir, gender disforiyadan əziyyət çəkir. Bu başqa bir anlayışdır artıq. Məsələn, deyək ki, atasını itirmiş bir xanım özünü kişi kimi hiss edib atasının yerinə keçə bilər anasını qorumaq üçün. Və onun geyimi, yerişi, duruşu kişi kimi görünə bilər. Amma bu o demək deyil ki, o şəxs illaki öz cinsinə qarşı cinsi meyl duyacaq və Mütləq homoseksual deyə bir anlayış yoxdur. Mütləq belə deyə bir anlayış yoxdur. Çünki bir yeniyetmədir, misal üçün, cəmiyyətdə də belə bir düşüncə var ki, o şəxslər belədir, homoseksualdır və s. O yeniyetmə düşünə bilər ki, yəqin mən də beləyəm. Amma birinci növbədə maarifləndirmə ilə buradan başlamalıdır. Bu demək deyil ki, o homoseksualdır. Burada sadəcə hər hansısa bir travmaya bağlı, dediyim kimi, qız da atasını itirib və yaxud da oğlan da atası tərəfindən hər hansısa bir psixoloji travma alıbdı və artıq kişilərə qarşı nifrət edir deyə öz cinsi kimliyini qəbul eləmək istəmir. Amma yenə də bu demək deyil ki, o insan homoseksual olacaq. Yəni bu tamam fərqli anlayışlardır və transvestizm bəli belədir. Amma transfetişizm dediyim kimi geyim məsələsi ilə bağlıdır. Sırf qarşı tərəfin geyimlərini geyinərəkdən zövq aldığı üçün bu bir növ belə deyək fetişizm formasıdır. Dilbər xanım, bombanı sona saxlamışdım, necə deyərlər. Bəs biz cəmiyyət olaraq elə ağzımıza çulu dovşan sığışmır deyirlər. Hey Instagrama, TikToka yazırıq ki, bu təbliğat nə vaxta qədər davam edəcək, nə vaxta qədər biz Vəlizarı görəcəyik. Amma özləri də onun canlısında olurlar. 30K, 40K canlıda insan olur. Bunun səbəbi nədir? Biz niyə hərəkətlərimizlə danışığımızın arasında bir sərhəd qoya bilmirik və heç vaxt özümüzə dürüst ola bilmirik bu mövzuda? Bunu mən belə izah eləyərdim ki, tetiklənmə deyirlər, trigger. İnsanı tetikləyən iki faktor var. Ya tənqid psixologiyasından olmalıdır, ya tərif psixologiyasından olmalıdır. Tərif psixologiyası çox vaxt işə yaramır və çox belə deyək, ardınca getdiyimiz bir şey deyil. Çünki sürü psixologiyasına hardasa müəyyən qədər ziddir. Məsələn, deyək ki, gördüyümüz yaxşı bir şeyi nə qədər alqışlayırıq. Deyək ki, bir tələbəmiz xaricdə bir uğur qazanıb, səhifələrdə paylaşır. Nə qədər onun altında komment var? 30, 40, 100 uzağa. Bəli, maksimum təbrik edib keçəcəklər. O da kommentlər çox az olacaq. Amma bu tip şeylər görəndə ya da cəmiyyətin tənqid etdiyi hər hansısa bir mövzularda kommentlərin sayını görürsüz necə çoxdur. Bu artıq belə deyək, tənqid və yaxud da hətta deyərdim təhqir tənqid yoxdur. Psixologiyasıdır. Çünki tənqid etməyi bacarmaq hər kəsin işi deyil. Tənqid özü bir elmdir. Yəni tənqid etməyi də bacarmaq lazımdır və onun üçün savadlı olmaq lazımdır birinci növbədə. Əslində burada bir növ daxili pasiv aqressiya da var. Çünki pasiv aqressiv şəxslər aqressiyalarını normal şəkildə ifadə eləyə bilmədikləri üçün bu tip qeyri belə deyək etik yollarla ifadə etməyə başlayırlar və öz problemlərini başqalarını təhqir edərək sanki azaldığını hiss edirlər. Əslində belə deyək də, xoşbəxt insanın heç kimdən işi olmur. Yəni heç kim ona maraqlı olmur. Öz həyatında, öz işində, gücündə olan insanlara heç kim maraqlı deyil. Öz həyatı maraqlıdır, öz ailəsi maraqlıdır, uşaqları maraqlıdır, həyat yoldaşı, xoşbəxtliyi, bu gün nə edəcəm, həyatım necə keçəcək suallar daha çox maraqlandırır. Günümü necə dəyərləndirəcəm, 24 saat necə olacaq? Bəli. Yəni heç o insanın zamanı belə olmur ki, dursun kimsə təhqir eləsin və yaxud da kimsə canlısında belə deyək yatıb dursun. Artıq burada o deməkdir ki, insanların da axtardığı hər hansısa bir emosional boşluq var ki, o emosional boşluğu bu şəkildə doldururlar. Çünki belə deyək, biz hər hansısa baxdığımız kontentlərdə emosiya axtarırıq. Həyatımız emosiyadan ibarətdir. Yəni mənim həyatımda hansı emosiya əksikdir? Nə əksikdir? Daha çox nə görmüşəm? Hansı emosiya mənə daha tanışdır? Xoşbəxt insan təbii ki,
o tip yanaşmır. Çünki onun axtardığı xoşbəxtlik emosiyasını orada tapmayacaq. Yəni xoşbəxtlik dediyim sevinc emosiyasını daha doğrusu orada tapmayacaq. Amma aqressiyadır və aqressiya deyək ki, indi həyatında var, daxilidir, yəni daxildədir, bastırılmış bir aqressiyadır. Bunu necə çıxacaq? Kimsə tənqid eləyərək, kimsə təhqir eləyərək, alçaldaraq, qısqanaraq, paxıllanaraq və s. Yəni o bir söz var ya, deyir, baxdığın mənim, gördüyün sən. Yəni Sizin çox sevimli sözünüz. bəli, çox sevdiyim bir ifadədir. Yəni biz qarşıdakı insanda nə isə tənqid ediriksə və yaxud da təhqir ediriksə, ya məndə ondan nəsə bir şey var, mən tetiklənirəm, ya da olmasını istəyirəm, amma yoxdur. Xüsusən də qəbul etmədiyimiz Bəli, tərəflərimiz. qəbul etmədiyimiz tərəflərimiz. O zaman da belə hər hansısa bir belə deyək, ziddiyyətlər yaranmış olur. Dilbər xanım, aydınlatdığınız üçün çox təşəkkür edirəm. Bugünkü verilişə görə ayrı cür təşəkkür edirəm sizə. Çox sağ olun burada olduğunuz üçün, fikirlərinizi bölüşdüyünüz üçün. Son olaraq nə demək istəyirsiniz buradan öz izləyicilərinizə də, mənim izləyicilərimə də eyni zamanda söz alaq sizdən. Kim olursa olsun, daha doğrusu kim olursunuzsa olun, birinci növbədə özünüzü qəbul edin. Çünki insan özünü qəbul etməyəndə əksər psixoloji problemlər məhz burada başlayır. Bu sadəcə homoseksuallara aid deyil, hər kəsə aiddir. Nə istədiyini bilməyən insanlar başqalarından netlik istəyirlər. Həyatdan nə gözlədiyini bilməyən, məqsədləri olmayan, istəkləri olmayan, heç nə üçün çalışmayan insanlar başqalarından onlar üçün çalışmasını gözləyirlər. Yəni insan birinci növbədə özü nə istədiyini bilməlidir və özünün kim olduğunu qəbul etməlidir. Ən böyük psixoloji sağlamlıq elə fərqindəlikdən başlayır. Nə olursa olsun, birinci növbədə özümüzü qəbul etməliyik ki, psixoloji olaraq da sağlam olaq. Dilbər xanım, bir daha minnətdarlığımı bildirirəm. Mən də izləyicilərimdən sağollaşım və bitirək verilişimizi. Bu gün sözün əsl mənasında cəmiyyətin nəbzində olan böyük problemlərə toxunduq, ətrafında gəzişdik və müzakirələr apardıq. Ümid edirəm ki, az da olsa suallarınıza cavab tapa bildiniz. Görüşümüzə gələnə qədər sağ olun, salamat qalın.